Ukrayna ilə bağlı olan məsələlərə Avropa tərəfi mane olur. Bunu Rusiya tərəfi çıxış eləyib. 5 dekabr tarixli və gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdıracağıq. Belə ki, Ukrayna məsələsi ilə bağlı Vaşinqton və Moskva arasında mühüm anlaşmaya aparan prosesə Avropa tərəfi mane olur. Gündəm xəbər Müsavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə Qərb xüsusilə Avropa paytaxtları Moskvanın qəbul edə bilməyəcəyi tələblər irəli sürməklə vəziyyətin tənzimlənməsinə yardım eləmir. Yumşaq desəm, Avropalılar Vaşinqtonla Moskva arasında Ukrayna ilə bağlı hər hansı bir razılaşmanın əldə olunmasına kömək eləmirlər. Əksinə, daim Rusiyanın qəbul etməyəcəyi şərtlər ortaya qoyurlar deyə prezidentin köməkçisi Uşakov vurğulayıb. Qeyd eləyək ki, Rusiya rəsmisinin sözlərinə görə Moskva dialoqa açıq olduğunu bəyan eləsə də, Avropanın sərt mövqeyi real irəliləyişə imkan vermir deyə Uşakov açıqlamasında bildirib.